Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında Tabaodan sifariş verdiyimiz məhsulu necə bəyannamə edə bilərik, gömrük bəyannaməsini necə edərik, bunlar haqqında sizlərə məlumat vermək istəyirəm. Ötən videomuzda göstərdiyimiz kimi Tabaodan necə sifariş vermək olar, bunun haqqında videomuz var. Həmin videoya baxmaq istəyirsə, bu açıqlama bölməsinə əlavə etmişəm və yaxud da bu kartlardan həmin videoya baxa bilərsiniz dostlar. Yəni oradan sifariş verə bilərsiniz. Sifariş verdikdən sonra təbii ki, bəyan etmək lazımdır. Yəni ki, bəyan etməlisiniz ki, həmin məhsul sizə gəlsin və yaxud da bunun daşınma xərcləri necə ödəyirik, bunlar haqqında sizlərə ətraflı məlumat verəcəm. Çox uzatmadan keçək kompüterimizin ekranına, telefonunuzu açaq və bu məlumatları sizlərə bir-bir verək. Deməli keçdik kompüterimizin ekranına, yəni telefonumuzu, əslində biz kompüterdə telefonun ekranını göstəririk. Bu şəkildə AC Express-dən, yəni ki mən AC Express-dən birbaşa gətirməyi göstərmişəm. Fərqli kargolardan da istifadə edə bilərsiniz. Həmin bu Tabaodan sifariş verdikdə AC Kargodan bu şəkildə mesaj gəldi. Yəni bu mənim bağlamamın kodudur, izləmə kodu. Yəni bunu da istifadə edib bağlamanız hardadsa siz anbanı izləyə bilərsiniz dostlar. Bu bağlamanı izlədi. Yəni burada yazıb ki, təcili bəyan edin, görmükdə ödənişli saxlanıla bilər. Yəni görmükdə əlavə qalsa, əgər siz bunu bəyan etməsəz, ödənişli saxlana bilər. Bu şəkildə məlumat verir. Yəni bu şəkildə ekranda siz belə bir gömrük bəyanı, bildirimi gəldikdə siz nə edirsiniz? Birinci növbədə telefonunuza Smart Customs yüklürsünüz. Bunun da qeydiyyat videoları var. Smart Customs onsuz da Temudan sifariş verənlər və ya internetdən nəyisə gətişdirənlər bilir ki, telefonunuza Smart Customs, yəni gömrük qurumunun proqramı yüklü olmalıdır. Daha sonra daxil oluram gömrük proqramına. Daxil oluruq. Bundan da qeydiyyat edə bilməyənlər kanalımızda videosu var. Yəni ki, necə qeydiyyatdan keçmə videosu var. Bu şəkildə ekran gəlir. Burada dostlar, deməli nə edirsiniz? Burada gördüyünüz kimi fərqli seçənəklər var. Sizdə də bu ekran gəlir qeydiyyatdan keçdikdən sonra. Burada elektron ticarət və sadələşdirilmiş bəyannamə seçənəyini seçirsiniz. Sadələşdirilmiş bəyannamə bölməsini seçdikdən sonra bu şəkildə ekran gəlir. Yəni ki, baxın gördüyünüz kimi bağlamaların bölməsi və bəyan edilməmişlər bölməsi. Avtomatik məndə belə ekranda bəyan edilməmişlər bölməsində 1 ədəd məhsul düşür və yaxud da 2 ədəd məhsul sifariş vermişsə 2 ədəd düşəcək və yaxud da 3 ədədsə 3 ədəd. Yəni 1 ədəd mən məhsul sifariş verdiyim üçün məndə 1 ədəd göstərir. Daha sonra bu bəyan edilməmişlər bölməsini keçdikdə burada gördüyünüz kimi həmin mənim izləmə kodumla uyğun gələn, yəni bayaq da mesajda göstərdiyim kimi ekranda həmin izləmə kodumdan eynidir. Yəni ki, həmin məhsuldur. Burada yazılıb 1 ədəd və mobil telefon film, yəni ki, burada açıqlamasında da əslində sizin kateqoriyada seçməyiniz lazım olan məlumatı verib. Yəni ki, kateqoriyada orada kateqoriya çıxacaq. Birazdan onu da sizə izah edəcəm. Yəni ki, mən telefon üzlüyü sifariş vermişəm. Siz fərqli bir şey sifariş verə bilərsiniz. Burada da yazır ki, dostlar, daşınma xərci, yəni məhsulun dəyəri 0.83 sentdir. Daşınma xərci isə 2.45 dollar. Bu biraz baha gəldi. Bilirəm, indi videonu izləyənlər də yazır. Məncə də biraz bahadır AC Shopda. Yəni ki, xırda bir məhsula görə 2.45 dollar. Biraz yüksək ağırlıqlarda versəz, mən buradan tövsiyə edirəm ki, sizə daha ağır da deyil, yəni xırda məhsullar hələ ki sifariş verəsiniz. Çünki çatdırılma çox gələ bilər. Bu şəkildə bəyan et bölməsinə sıxıram. Bəyan et bölməsinə sıxdıqda burada məndə ekranda məlumatlarım var. Bunları gizlətmək məcburiyyətindəyim dostlar və aşağıda telefon nömrəniz bölməsi var. Telefon nömrəsi bölməmizə öz telefon nömrənizi yazırsınız. Və iləri düyməsinə sıxırsınız. İləri düyməsinə sıxdıqda burada belə bir ekran gəlir, idxal və ixrac. Sizdə avtomatik idxal seçənəyi çıxacaq. Onun üçün burada ixrac bölməsini seçməyə ehtiyac yoxdur. Yəni idxal seçənəyi avtomatik seçili olur. Burada da yəni məlumatlar avtomatik olaraq seçir. Yəni burada satıcı Tabaodur, Çin və hansı kargo gətirirsə hamısı avtomatik seçilir. Yəni burada hər hansısa bir şeyi dəyişdirməyə ehtiyac yoxdur. Daha sonra iləri bölməsini sıxırıq, yəni iləri düyməsini bir kərə sıxırıq. İləri düyməsini sıxdıqda burada mal əlavə et bölməsi var, bir kərə sıxırıq. Əsas məsələ də buradadır. Baxın gördüyünüz kimi burada sizə fərqli seçənəklər verir. İlk seçənəkdə malın daxil olduğu əsas qrup, ikinci seçənəkdə malın daxil olduğu alt qrup. İndi bunları da birazdan hamısını sizə göstərəcəm. Üçüncü seçənək isə malın invoice qiyməti və valyuta seçənəyidir. Gəlin ilk öncə invoice qiymətini yazaq. Invoice qiyməti təbii ki, ABŞ dollarından göstərdiyi üçün mən ABŞ dollarını seçirəm. Burada dostlar, mən minimum 83 qəpik yazmaq istədim. Sadəcə bu alınmadı. Niyəsə? Amma 1 dollar əlavə elədim. Çünki minimum 1 dollardan aşağı qəbul eləmir.
Onun üçün 1 dollarda buraxdım, yəni ki 1 dollar yazdım. Mən cəhd elədim ki burada 0.83 sent yazım, amma yəni çox da fərq eləmir, arasında qəpik fərqi var. ABŞ dollarını seçib burada 1 dollar yazırsınız. Yazdıqdan sonra burada mal hansı məhsul gətirmişsə, mən elektronika gətirmişəm, yəni ki elektronikanı seçirəm. Burada malın alt qrupu çıxır. Misal üçün siz bir paltar gətirmisiniz və ya da ev məhsulları, ev dekor gətirmisiniz. Onun üçün orada malın qrupunda dekor bölməsini seçirsiniz. Misal üçün baxın, burada bir sizlərə göstərim. Baxın. Biraz arxaya ötürək. Baxın, mən burada elektronika seçmişəm. Əgər siz burada tutaq ki, ev aksesuarları gətirirsinizsə və ya da evin hər hansısa bir məhsulunu gətirirsinizsə, siz ev aksesuarlarını seçməlisiniz. Daha sonra onun alt qrupunu seçirsiniz. Atıram ki, burada siz ev aksesuarları seçmisiniz. Alt qrupda isə sizdə orada məlumatlar çıxır. Misal üçün evlərə qoyulan tutaq ki, mebel gətirirsiniz, onu seçirsiniz. Misal üçün mən burada elektronika gətirəcəm, elektronu seçirəm. Və ya da bitki məhsulları gətirmisinizsə, bitkini seçirsiniz. Bağ ləvazimatlarsa bağ, ayaqqabıdırsa ayaqqabı, məsələn, ərzaq gətirmisinizsə, ərzaq seçirsiniz. Və ya da burada fərqli-fərqli seçənəklər var. Yəni ona uyğun seçməyiniz tövsiyə olunur. Mən burada elektronikanı seçmişəm. Baxın, bu şəkildə elektronikanı seçdim. Elektronika seçdikdə burada fərqli kateqoriyalar çıxır. Misal mən elektronika seçdiyim üçün mənə elektronikaya uyğun kateqoriyalar çıxır. Sizdə əgər bağ, ev dekor seçmisinizsə ona uyğun çıxacaq. Misal üçün ayaqqabı seçmisinizsə ayaqqabı növləri və ya da paltara uyğun seçənəklər çıxacaq. Əgər həmin alt qrupda imeniniz gətizdirdiyiniz məhsulun adı çıxmırsa, məndə də burada misal üçün çıxmadı. Mən burada axtardım, telefon ekran qoruyucusu çıxmadı. Onun üçün əgər çıxmayıbsa, burada digər seçənəkləri seçə bilərsiniz dostlar. Məsələn, baxın, burada mən axtarış elədim, tapa bilmədim. Yəni ki, ekran qoruyucumu tapa bilmədim. Yəni bu şəkildə digər seçənəyini seçə bilərsiniz. Baxın, elektronika seçdim və burada elektronikadan əgər həmin bölməni tapa bilmirsinizsə, digər seçənəyini seçə bilərsiniz. Yəni gətirdiyiniz məhsul elektronikaya daxildirsə, əgər alt qrupda həmin məhsulun adını tapa bilməsəz, digər seçənəyi seçə bilərsiniz. Yəni mən bu şəkildə etmişəm, heç bir problem olmayıb. Yəni əsas bilinsin ki, bu məhsul hansı kateqoriyaya uyğundur. Yəni orada səhv eləsəz problem yaşana bilər. Yəni ki, siz tutaq ki, elektronika məhsulu seçib, siz fərqli bir şey gətirdirmişsə, ayaqqabı sifariş vermisinizsə, o zaman burada bir qarışıqlıq ola bilər. Yəni ki, qarantiyası yoxdur. Onun üçün burada düzgün bir şəkildə qeyd eləməyiniz tövsiyə olunur. Bu şəkildə seçdikdən sonra, yəni burada fərqli bir şey eləmirik. Bəyannamə et dedikdə burada gördüyünüz kimi məlumatlar çıxır. Faktiki gömrüyün dəyəri burada manatla göstərir. Məndə 5 manat 86 qəpik çıxır. Bir ədəd və daşınma xərci. Yəni siz burada qeyd edeyim ki, 300 ay ərzində 300 dolları keçmədikdə heç bir halda əlavə gömrük rüsumu ödəmirsiniz. Əgər 300 dolları keçdikdə bu da təqribən Azərbaycan manatı ilə 510 manat eləyir. Əgər 510 manatı keçdikdə əlavə burada rüsumlar çıxacaq. Baxın, gördünüz ki, mən 300 dolları keçmədiyim üçün ay ərzində buna diqqət eləyin. İtkal gömrük rüsumu və əlavə ƏDV gəlir vergisi vermirəm dostlar. Onun üçün bu şəkildə məlumatlara baxıb aşağıdakı bəyan etdim yanlış məlumatları göstərməkdə qanunvericiyə uyğun daşıyıram seçənəyini seçirəm. Bu şəkildə seçib təsdiqlə deyirəm dostlar. Təsdiqlə bölməsi çıxdıqda ekranda da bu şəkildə indi biraz əlavə eləyim. Belə bir işarə çıxır. Yəni ki, uğurla təsdiq olundu. Bu da mənim bəyannamə nömrəmdir. Yəni hər hansı ki, burada nəsə problem olanda burada bəyannamə nömrəniz olur. Və təsdiqləyirsiniz, başqa bir şey eləmirsiniz. Burada təsdiqlə bölməsini seçdikdə, baxın, gördüyünüz kimi məndə burada limitə əlavə olundu. Yəni ki, ay ərzində mən 300 dollar limitin keçməmişəm. 3.45 dollarlıq məhsul gətirmişəm. Bu əgər bir ay ərzində keçsə bu, həmən buradakı xana dolsa, tutaq ki, siz 400 dollara bir məhsul gətirmisinizsə, 400 dolların 300 dolların çıxdıqda yerdə qalan nə qədər məbləğ varsa, həmin məbləğin gömrük rüsumunu ödəyirsiniz. Bu da təqribən səhvlənmirəmsə 36% olmalıdır. Yəni siz burada özünüz hesabatını apara bilərsiniz, yoxlaya bilərsiniz. Onun da yoxlama qaydası kanalımızda var. İləriki videolarımızda əgər çox buna tələb gəlsin, nə qədər bəyannamə keçdikdə, yəni məhsulun nə qədər biz gömrük rüsumu ödəyirik, onun haqqında da ətraflı video gələ bilər. Yəni bu şəkildə bəyan edirsiniz və siz məhsulunuz gəlməyini gözləyirsiniz. Burada bir də daşınma xərci məsələsi var. Siz istəsəz bu gəlməmiş Aset Shop səhifəsindən
həmin daşınma xərcini ödəyə bilərsiniz, amma mən gələndə ödəyəcəm. İstəsəz gəldikdə həmin məhsulu siz gedib poçt ünvanından və ya da hansısa bir məntəqədən siz məhsulu təhvil aldıqda bu həmin daşınma xərcini ödəyə bilərsiniz və ya da Asiya Shop az səhifəsindən girib birbaşa məhsulun ödənişini eləyə bilərsiniz başdan və ya da gəldikdə də ödəyə bilərsiniz. Onsuz da bildirimlə sizə məlumat verilir. Yəni bu şəkildə bəyannamə qaydasını sizlərə izah etdik. Ümid edirəm ki, burada sizlərə qaranlıq qalan bir sual olmaz. Əgər qaranlıq qalan bir sual olsa, fərqli bir şey olsa, kommentlər bölməsində yazın. Əlimizdən gəldikdə sizlərə kömək edə bilərik. Təqdim etdi Fikirli kanal.